Vəfa ummaq əbəsdir bu cahanda bivəfalardan. Vəfa ummaq əbəsdir bu cahanda bivəfalardan. Uman yerdən küsəllər, bir məsəl vardır atalardan. Əzəldən bəllidir düşmən ki düşməndir. Sual yoxdur. Düşmən tanıdığın da biraz tədbirin də olur. Əzəldən bəllidir düşmən ki düşməndir. Sual yoxdur. Ən ağır zərbəni bəzən alırsan aşinalardan. Əməl meydanı çatdıqda çoxun bir etibar gördüm. Doyubdur binəva könlüm bu boş-boş iddialardan. Var insan ki rəzil halda fədası ikən öz nəfsinin, gəl göstərir ta ki özün xəlq içrə can fədalardan. Öz nəfsinin fədasıdır. Öz iqbalı üçün, nə bilim, öz gələcəyi üçün, özünün belə deyək, reklamı üçün kiməsə yaxşılıq eləyir. Amma əslində özün can fəda göstərir. Amma əslində hədəfi özüdür. Var insan ki rəzil halda fədası ikən öz nəfsinin, gəl göstərir ta ki özün xəlq içrə can fədalardan. Mən əlbəttə bu hallarda təəccüb etmirəm artıq. Mən amma dərs çıxardım sadəcə keçmiş xətalardan. Və çirkabdan bir insanı çıxarmaq, bəli, mümkündür. Vəli çirkabı olmazmış çıxarmaq bir həyalardan. Xilas eylər bu dünyanı gözəllik. Mən üzr istəyirəm acı, bir icazə versiniz bir haşiyə çıxardım. Ki bu deyirlər ki dünyanı gözəllik xilas eləyəcək. Elə mən də əvvəl düşünürdüm ki bu nə gözəllikdir. Bir illər öncə bir verilişlərin birində elə Hacının dilindən eşitdim. Ki bəzi insanlar da elə düşünür ki aya bu nə gözəllikdir. Məsələn insanda olan zahiri gözəllik. Və Hacı qeyd elədi ki o gözəllik həmən ki İmam Zaman ağanın ki zühuru vaxtında olan gözəlliklər ki xilas eylər bu dünyanı gözəllik bir gün ey amil. Ümidin üzmə Rəbbindən, yapış möhkəm dualardan. Ümidin üzmə Rəbbindən, yapış möhkəm dualardan.